Biz hazırda Yeni Suraxanıdayıq. Gördüğümüz kimi Suraxanı rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən yeni və müasir parkın açılış mərasimi keçirilir. Bu park yaşıllıq zolaqları, oturacaqları və eyni zamanda uşaqların əyləncəsi üçün nəzərdə tutulan güşəsi ilə diqqəti cəlb edir. Bu layihənin həyata keçirilməsinin əsas məqsədi sakinlərin, vətəndaşların asudə vaxtının səmərəli keçirilməsi və rayon abadlaşdırılmasına töhfə verməkdir. Ümid edirik ki, Suraxanı sakinlərinin bu park ən sevimli istirahət ünvanından biri olacaq. Yeni parkınız xeyirli və uğurlu olsun. Bu gözəl, müasir parkın açılışında Suraxanı rayonunun bütün icra nümayəndələri, eyni zamanda Suraxanı rayonu İcra Hakimiyyəti Adil Əliyev iştirak edir. Bunun üçün hər kəsə öz dərin minnətdarlığımızı bildiririk. Salam, hər vaxtınız xeyir olsun. Mən təbii ki, istəyərdim ki, aparıcımız elan etsin, ancaq icazənizlə mən hər birimizin adından ümumilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqları uğrunda şəhid olmuş qardaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Bilirsiniz ki, bu sabitliğe göre, bu güzelliğe göre, bu müstakilliyimizin qorunub saxlanmasına göre, ərazi bütövlüyümüzün bərpasına göre, suverenliyimizin tam bərpasına göre biz ilk önce ümumilli lider Heydər Əliyev və sonra da Azərbaycan torpaqları uğrunda şəhid olmuş qardaşlarımıza borçluyum. Allah onlara rəhmət eləsin, ruhları şad olsun. Ne yaxşı ki, bizim dövlətimizin ümumilli lider Heydər Əliyev kimi və canından, qanından keçən şəhidlərimiz var. Allah ruhlarını şad eləsin və qazilərimizə can sağlığı versin, şəhid ailələrimizə can sağlığı versin. Bugün burada iştirak edən Suraxanı rayon sakinlərinə və qonaqlarımıza Allah'tan möhkəm can sağlığı arzulayıram və hər birinizi salamlayıram. Kifayət Bayramova, Yeni Yurt İctimai Birliyinin icraçı direktoru, Xocalı Soyqım Tanıdım İctimai Birliyinin şöbə müdiri və dövlət işçisiyəm. Mən özüm Suraxanı rayonunda qeydiyyatdayım 2001-ci ildə. Mən bütün Azərbaycan şəhidlərinin məqamları uca olsun deyirəm. Öncəliklə onlara minnətdaram. Ali baş komandanımıza təşəkkür edirəm ki, gözəl bir ordu yaratdı bir dəmir yumruğu altında. Və Suraxanı rayonunun icra hakiminin katibi Adil Əliyev, mən o 20 ilə yaxındır ki, tanıyıram. Suraxanı rayonu fəxr etsin ki, onların Adil Əliyev kimi bir icra başçıları var. Həqiqətən insanlıq hər şeydən ötədir.
onun bir başçı olmağıyla bərabər insanlığı çox gözəldir. Bununla bərabər mən Yeni Suraxanı rayonunun bələdiyyənin sədri, şəhidimiz Cəsarətin bacısı Həqiqət xanıma təşəkkür edirəm ki, bu abadlıq işlərində Adil müəllimimlə bərabər eyni bir çaba göstərdilər ki, Suraxanı rayonunun həm uşaqları, həm gəncləri, həm ahılları bu gözəl parkda gəlib istirahət edib dincəlsinlər. Mən sizə də minnətdaram ki, belə bir gözəl məqamlar lenti alırsınız, göstərirsiniz və bu lentlər gələcək tarixə bir yadigardır. Mən Şəhid Əsədov Səbuhi, Azər oğlunun anası Cahananiyam. 44 günlük müharibənin qəhrəman oğullarından biri də mənim oğlumdur. Bütün şəhidlərimizlə biz fəxr edirik. Bugünkü bu gözəl mənzərə üçün də mən də Adil müəllimə, Həqiqət qızıma bələdiyyənin, mən ona həmişə qızım deyirəm, xeyli mənim qızımdır. Orada çox sağ ol deyirəm. Allah canlarını sağ eləsin, ruzularını bol eləsin. Şəhidlərimizin də ruhu şad, yeri cənnət olsun ki, onların sayəsində biz belə bu gözəl bir məkanda oturmuşuq, belə bir bu gözəl balalar belə oynadıqca biz onlara baxırıq, fəxr edirik. Allah onları qorusun. Allah şəhidlərimizin ruhunu şad eləsin ki, bu balalarımıza gözəl bu günləri bəxş elədilər. Çox sağ olun, minnətdarım sizə. Parkımızın açılmağına sevinirsən mi? Bəli, çox sevinirəm. Sənin adın nədir? Arzum. Arzu, sən hər gün gəlib bu parkda əylənəcəksənmi? Hə, Bunun üçün kimlərə təşəkkür edirsən? hamıya. Buradan bizim Suraxanı rayonu icra hakimiyyətinə xüsusi təşəkkürümüzü bildirək. Sizlər üçün bu cür əyləncə güşələri təşkil edir. Sağ ol. Yeni parkımız xeyirli uğurlu olsun.